yandırdı şövqün. Ey nigarım, hardasan? Gözlerim nuri, iki alemde varım, hardasan? Bağrımı qan eylədi acı fərağın, gəl yetiş. Eylə bi vəslət, şərab xoşgüvarım, hardasan? Səndən ayrı könlümə yoxdur vəfalı yarı dost. Ey cəfasız, hüsnü kamil yadigarım, hardasan? Yar üçün hər güşədə min div olur düşmən mənə. Ey səvadi əzəm-ü möhkəm hasarım, hardasan? Çün nəsimidir bugün əyyam-ı eşqin sərvəri. Ey şəkərləb, yar şirin ruzigarım, hardasan? Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Usikum ve nefsi bi təqvallah. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Bizim Xacı ilə şəxsi görüşümüz, yəni əyani tanışlığımız çox sonralar oldu. Amma elə ilk gündən onun adını eşidən gündən Allah şahiddir ki, ona qarşı olan böyük məhəbbətimiz olub, böyük simpatiyamız olub. Və hiss eləmişəm ki, elə o da mənə qarşı bu cür olub. Birinci dəfə biz ondan 2007-ci ildə həcc ziyarətində olarkən görüşmüşük. Biz o vaxtı Rusiyadan həcc ziyarətinə getmişdik, o isə Azərbaycandan gəlmişdi. Orada bizim ilk dəfə görüşümüz olub. Və az görüş də olsa, yəni mən əslində ona görüş də deməzdim. Sadəcə mənim namazxanadan çıxmağım, onun namazxanaya daxil olması, yəni bu anda bizim görüşümüz olub. Amma o qədər isti bir görüş oldu ki, sanki biz illərlə birbirimizi tanıyorduk. Hacı Şahini xatırlayıb başa çıxmaq biraz çətindir. Çünki Hacı Şahin çox dəyərli bir oğlan idi. Hacı Şahin kimi dəyərli oğlanlar xalqa lazım idi. Çox ağır vaxtlarım idi, həyatda heç yerə baxmaq istəmirdim, heç nəyi görmək istəmirdim. İndi də elədir, amma indi fikirləşirəm ki, nə qədər də mənim üçün çətin olsa, biraz yaşamalıyım. Belə fikirləşirəm. O vaxtlarda uşaqlar, o çətin vaxtlarında, uşaqlar mənə dedilər ki, Mama, Hacı Şahin bura gəlmək istəyir. Hacı Şahin'i çok önemli bir süreçte kaybettik. Benim hatıramda en çok iz bırakan anılarından birisi 2. Karabağ Savaşı döneminde halkla olan iletişimi, halkla olan ilişkileri ve şehit aileleriyle olan bağı beni çok duygulandırmıştı ve çok düşünmüştüm o konuda. Çünkü yıllardan beri 30 yılı aşkın bir süredir işgal altında olan toprakların bağımsızlığını kazanacağı günlerde Hacı Şahin ve Hacı Şahin gibilerinin çok büyük önemi vardı ve bunların en başında Hacı Şahin'in o insani ve İslami duruşu
Azərbaycan toplumunda çox böyük bir yer etdi. Hacı Şahinin haqqında Sənanı mənə çox danışardı. Elə oldu, o vaxtlar qismət olmadı, yəni biraz işlərimlə başım qarışıqdı. Deyirdim, hələ vaxtı deyildi, vaxt gələ. Vaxt gəldi, Hacı Şahini xiyabanda, Şəhidlər xiyabanı, ikinci fəxri xiyabanda Hacı Şahinlə rastlaşdım. Sənanın məzarının yanında rastlaşdım. Orada Hacı məni elə bir bağrına bastı ki, elə bir qucaqladı məni. Doğrudan bir istilik, bir hərarət hiss elədim ondan. Çox pisdim, paramparçaydım, özümü cəmləyə bilmirdim. Həyatda ən böyük varlığımı itirmişdim. Amma elə bir ki, o məni bağrına basmağla, o mənim alnımdan öpməklə mənə bir qeyri-adi bir toxtaqlıq verdi, bir ərxəncilik verdi ki, yəni biz də sənanıq. Dedi, biz də sən balalarınıq, bizim sizin dualara ehtiyacımız var. Elə danışdı ki, mənlə. Dedim, ilahi, şükür sənin böyüklüyə. Bu kimidir, gəldi, çıxdı mənim qarşıma. Çox səbirli, təmkinli insan idi. Mən yaxınlarımdan eşitmişəm. O əvvəldən elə belə olub, uşaq vaxtlarından elə belə olub. Yeniyetməlik dövründən təmkinli insan olub. Bu onu göstərirdi, onun ünsiyyətində, yaxınlarıyla, insanlarla ünsiyyətdə. Azərbaycan xalqını çox sevirdi o. Hacı danışdığı, xitab etdiyi insanları çox sevirdi. Çox mərhəmətli insan idi. Mənim oğlum tanış etdi məni audio kasetlə, onun müalicələrindən, çıxışlarından ibarət bir audio kaset vardı. İlkin kasetlərdən biri idi. İstər-istəməz onun danışıqları, onun səsi, səsinin tonu, səsində olan mərhəmət, səsində olan təvəzzökarlıq, səsində olan həlimlik insanı cəlb elədi. Səs və onun ifadələri, sözləri insanı özünə o qədər cəlb elədi ki, istər-istəməz ondan ayrılmaq istəmədi. Hacı mənim beynimə gələndə çox şaxəli bir şəxsiyyət siması beynimə gəlir. Məsələn, elə adamlar var ki, bu hansısa bir sahədə fəaliyyət göstərir ki, məsələn, yazıçıdır, ya təlimçidir, ya alimdir. Bunun konkret getdiyi bir bəlli bir yol var, bəlli bir cızdığı trayektoriya var. Hacı Şahin belə bir şəxsiyyət deyildi, o çox şaxəli şəxsiyyətdir. Və sən Hacı Şahin bir müəllif kimi danışa bilərsən, bir yazıçı kimi danışa bilərsən. Hacı Şahin vətən müharibəsi kontekstində sən danışa bilərsən. Hacı Şahin şəhidlər kontekstində danışa bilərsən. Hacı Şahin xeyriyyətçi kontekstində danışmaq mümkündür. Hacı Şahin ictimai fəal, Hacı Şahin müxtəlif tədbirlərdə aparıcı bir sima, bu kontekstdə danışa bilərsən. Hacı Şahin zərərli vərdişlər danışa bilərsən. Nə qədər insanları narkomaniyadan çəkindirib, yanlış həyat tərzindən çəkindirib. Və belə bir insanlar barəsində danışanda da sən artıq bir cümlə ilə adamı ifadə edə bilmirsən. Çox təəssüf edirəm və düşünürəm ki, bu mənim qəbahətim və günahımdır ki, sağlığında belə insanların həyatda var olmasından xəbərsiz olmuşuq. Ya onu tanımağa gecikmişik. Bu bizim qəbahətimizdir, bu bizim itkimizdir. Və mən Hacı Şahinin ölümündə bir onu dərk etdim ki, ölümün özünü sevdirən bir insan. Mən həyatda ilk dəfə idi ki, ölümünə aşiq olduğum insanı gördüm. O da Hacı Şahin idi. Mənim üçün Hacı Şahin eşqdir. O elə bil ki, bu dünyada bədən olaraq yaşayırdı. Mənim qəbuluma görə. Çünki səsinin tanallığına belə, mən elə şeylərə diqqət edəyənəm, səsinin tanallığına qədər, əlinin hərəkətlərinə qədər,
hərdən əlini aparıb o əbasını çiyninə qoymağına qədər o qədər qəribə bir sakitlik, arxayınlıq, mütənasiblik, yəni ilahi orqanika vardı. Dünyaya daha geniş bir üfüqdən baxmağı öyrətdi mənə. Baxmayaraq ki, mən özüm ilahiyyatçıydım, oxumuşdum, müəyyən həddə təhsilim var idi, amma Hacı insan necə oları bizə aşıladı. Həyatımızda insanlara olan sevgini, insanlara olan məhəbbəti, insanlara olan diqqəti hətta bizə öyrətdi ki, sizə qarşı olan insanlara da sevgi bəsləməyiniz onların haqqıdır. Və o bizim həyatımızda çox önəmli təsirlər buraxdı. Elə bilirdim Hacı ilə yaxın dostluqdan sonra mənim həyatım o anlardan ibarətdir. Yəni ondan öncəki həyatı, yaşayışı düşünürəm ki, o qədər effektiv bir həyat deyildi. İndi də həyatımda bir çox şeylərdə mən Hacını axtarıram. Və ürəyim də sıxılanda necə Azərbaycanda, Bakıda bizim müqəddəs ocaqlarımız, pirlərimiz var. Gedirəm ora, Bilgəhə çox gedirəm Leyla xanımın ziyarətinə, Bibi Heybətə çox gedirəm, Seyd Möhsün Ağaya çox gedirəm və o ziyarətlərimin sırasına Hacının da ziyarətini salmışam. Dahi şəxsiyyətlər, böyük insanlar, dəyərli insanlar, onlar heç vaxt unudulmur. Onlar hər an xatırlanır. Niyə xatırlanır? Əsas budur. Niyə xatırlanır? Məsələn, bir var ki, bir insanın şəxsi kiməsə sevgisi olur. O sevgiyə görə onu daim xatırlayır. O ayrı. O öz yerində, yəni. O Hacı üçün o öz yerində. Amma bir də dəyərli insanların cəmiyyətə verdiyi xeyirlərə görə, faydalara görə, onların hər məsələdə öz sinələrini qabağa verib, sözləri ilə, əməlləri ilə gözəllik nümayiş elətdirdiklərinə görə o cür insanlar həmişə yada düşür, həmişə xatırlanır. Xüsusilə də bizim əziz Peyğəmbərimiz Allah Rəsulü sallallahu aleyhi və aleyhi və səlləmdən çox qiymətli bir kəlam var. Bir gün ondan soruşdular ki, biz dünyasını dəyişən bir insanın cənnətlik və yaxud cəhənnəmlik olmasını bilə bilərik. Yəni buna bir meyar var, ölçü var ki, biz bilək kim Allahın rəhmətini qazanıb, kim qazanmayıb. Həzrəti Rəsulullah dedi, bəli, bunu biz bilə bilərik. Necə bilərik ya Rasulallah? Cavabı bu oldu ki, bir insan dünyasını dəyişəndən sonra siz insanların ona olan münasibətinə baxın. Əgər insanlar səmimi qəlbdən ona rəhmət oxuyurlarsa, əgər onun boşluğu, yoxluğu bilinirsə cəmiyyətdə, bilin ki, o insan Allahın rəhmətini qazanır. Doğrudan da bütün bu sözlər tamamilə Hacı barəsində uzlaşır. Bir gün gecə idi, öz-özümə fikirləşdim ki, bu gəlsin Hacı Şahin, bəlkə mənə bir təsəlli olacaq onun danışıqları. Daha doğrusu dedilər də gəlsin. Dedilər ki, ana deyir, Hacı Şahin deyir ki, nə vaxt ananın vaxtı var gəlim. Gəlin də yana evdə boş olsun, adam olmasın, ananya. Dedim, Hacı Şahinin hansı vaxtı, boş vaxtı var, gəlsin. O bir gün, elə bir bundan da biraz sonra vaxt idi, Ramazan ayı idi, dedilər gəlir. Bizim də evimizdə, onda qonaqlar lap da çox olurdu. İftar sürfəsi vardı evimizdə. O gəldi, görüşdü bizimlə, xalqla görüşdü, orucu idi. Durdu, gəzdi, baxdı diqqətlə, 2 dəfə fırlandı evi, baxdı bu şəkillərə. Gəldi orada Poladın paltarına baxdı, əlini çəkdi. Sonra götürdü eşiqanı oradan. Özünə tutdu, dedi, ana icazə verirsən, mən paltarına şəkil çəkdirim. Dedim, çəkdir mən balam. Paltarına şəkil çəkdirdi. Sonra dedi ki, iftar sürfəsinə dəvət eləyiblər məni. Mən getməliyim, mən təklif elədim ki, iftar sürfəmiz var da bizim də oturun. Dedi, ana başqa yerə söz vermişəm, iftar sürfəsinə gedəcəm. Dedim, bəs sən evə gələsən,
bir stəkan çay içməyəsə, mən götürdüm ona bir paçka xurma verdim. Dedim, bunda çay içərsən. Dedi, böyük məmnuniyyətlə bu mənim üçün her şey oldu. Ben uzun yıllardır Hacı Şahin'i yakından tanıyan, sohbetim olan biriydi. Hacı Şahin'in benim dünyamdaki en büyük özelliği söylemleriyle eyleminin bütünleşmesiydi. Söylediği şeye amel ediyordu, uyuyordu. Kendi yapmadığı bir şeyi kimseye belki tavsiye etmiyordu, belki kimseye söylemiyordu. Bu anlamda da Azerbaycan toplumunun, daha doğrusu dünyada Türk dili konuşan toplumların büyük bir çoğunluğunun takdirini kazanmak, saygısını kazanmak da Hacı Şahin'in yaptıkları işle söylediği sözlerin bütünleşmesi, birleşmesiydi. Onu Hacı Şahin yapan en büyük unsurdur. Şəhidlər haqqında başladı. Biraz mənimlə danışandan sonra həmin günü gəldim, bəlkə də o ayların yatmadığım yuxusunu yatdım. Həcinin səbəbinə, həcinin varlığı ilə. Ondan sonra həc ilə Kərbəlaya getdik, Ərəfəyə getdik. Ondan əvvəl də neçə məclislərdə olurduq. Məclis gedə-gedə görürdün ki, öz sözü olmayanda dururdu, gəlirdi. O qədər mehriban, doğmacasın, doğma da yəni başqa onu yaşamaqla hiss eləmək olar, onun izahatı yoxdur ki, yəni o insandan necə bir mənəvi dayaq alırdıq, yəni bir ərxəyinçilik alırdıq, yəni bir gözəl bir insanda, onun nəfəsində bir istilik var idi. İnsanlar səmimi ilə, qeyri-səmimi ilə ayırt edirlər. Hacı heç vaxt inanmadığı şeyi danışmırdı. İnandığını danışırdı. O şey danışırdı ki, onu özü yaşayır, inanır ona. Səmimi qəlbdən inanır. Bu bir məqam. İki, o insanşünas idi. İnsanların mənəvi, psixoloji dərdlərini yaxşı bilirdi. Bir adam mənim dərdimdən danışırsa, mən onu sevirəm də, mənim içimdən danışır. Və o dərdlərə dərman gətirirdi öz çıxışları ilə. Psixoloq idi, mənəviyyat müəllimi idi. İnsan mənəviyyat. Mənəviyyat göydə olmur ki, insanların içində olur da. İnsandan söhbət gedirdi. İnsan şünas idi. Bax, ona görə İrfan əslində belədir də. Hacı Şahin arif idi. İrfan hamıya xitab edir. Hamıya, insana xitab edir. O böyük şəxsiyyət haqqında, böyük alim haqqında misilsiz xasiyyətə malik olan bir insan haqqında mənim danışmağım bəlkə də çox cılız görünər, çox cılız görünər. Hacı Şahinlə yaxından görüşümüz sizinlə bərabər olub. Mən onu yaxından görmək, ona olan şəxsi suallarımı vermək, onu eşitmək ehtiyacında idim. O illərdə mən çox ruh düşkünlüyünə qapılmışdım. O illərdə mən çox əziyyət çəkirdim. Mənlə əziyyət çəkirdim. 90'larda ki, mən onun səsini eşitmişdim və mən onu yaxından görmək istəyirdim deyə, o impulsları, o mənəviyyatıma zənginlik verən onun danışıqlarına həsrət kimi onunla görüşmək istəyirdim. Təbii ki, sual verdim və sualıma da çox gözəl cavablar aldım. O gün, bugün mən bir daha anladım ki, dindar olmaq olar, İslamşünas olmaq olar, ondan sonra ata olmaq olar, valideyn olmaq olar. Yəni, hər hansı bir peşənin sahibi istəsən ola bilərsən, amma əzəmətli insan, o aurası insanlara, tək insana yox, bütün insanlara xoşbəxtlik, aramlıq nəsib eləyən, o gözəlliyi nəsib eləyən şəxsiyyət olmaq çox çətindir. Hacı Şahin deyəndə hər bir insan barəsində ilk olaraq bir hiss beynimizə gəlir. Yəni, informasiya unudulur, hisslər yadımızda qalır və insanın ötürdüyü enerji
daha çox beynimizdə qalır. Sən ola bilirsən onunla bağlı hansısa məlumatları unudasan, ancaq o hissi çox unutmursan. Hacı Şahində o hiss olaraq yadımda qalan həmişə o hüzurdur. Yəni Hacı Şahin beyninə gələndə bir hüzur, təmkin, o ağırlıq, belə bir ab-hava qalır. Və ilk bizim görüşdən o son görüşümüzə qədər həmişə o fikrim onun barəsində dəyişmədi. Yəni o hüzur, o təmkin, ən ağır vəziyyətlərdə belə adam öz o içində olan hüzur, o balansı heç bir zaman pozmurdu. Və mən fikirləşirdim ki, məsələn, bir insan ola bilsin ki, hansısa bir problemlə üzləşəndə biraz başqa cür reaksiya verir. Problemdir, insan onun ağırlığı qabağında hardasa əzilir, bir narahatçılıq görsənə bilər. Və yaxud da ki, bir şad bir situasiyada biraz başqa cür olur. Ancaq Hacı Şahin bütün hallarda o ağırlığı, o aramlığı qoruyurdu. Əslində böyük bir xüsusiyyətdir. Həqiqətən də ilahi bir qüvvə idi o. Çox böyük ilahi qüvvəsi var idi onun. Düşünürəm ki, bu hamısı göydən gələn bir yer üzünə. Böyük bir mesaj idi. Amma təəssüf ki, yenə deyirəm, onun sağlığında mən onu şəxsən tanımaq şərəfinə nail ola bilmədim. Görünür, bu da mənim bəxtsizliyimdir. İnsan bəzən həyatımızda olan insanları, itirdiklərimizi biz alın yazısına söykədirik. Alın yazısını bağlayırıq. Deyirik ki, bu alın yazısıdır. Mən də belə deyərəm ki, Hacı Şahini həyatda tanımamağım mənim bəxtsizliyimdir. Görünür, bu sarıdan bəxtim biraz üzümə gülmür. Ki, zamanında belə bir ilahi insanları tanımaq şərəfinə nail ola bilmirik. Cəmi 2-3 dəfə şəxsən görüşmüşük. Hətta əl sıxmasında belə qəribə bir enerjisi vardı. Qəribə bir ruhu vardı. Bilirsiniz nə idi? İzah eləyim. Elə bil ki, bax, necə ki, bilmirəm necə izah eləyim, o enerji, müəyyən bir, lap belə primitiv izah eləyim, civə deyək də, civəni qoyursan stolun üstünə, xırda-xırda civələr gəlir, yığışırlar, ona bağlanırlar, qovuşurlar belə. Bax, onda da qəribə bir elə enerji vardı. Çəkmək, özünə cəzb eləmək xüsusiyyəti vardı. Çox qəribə bir gücü vardı. Xütbələri başqa aləm. İnsan mənim üçün ilahi eşqdən yoğrulmuşdu. Hacı bizə yaşayışı da başa saldı ki, bu dünyada gözəl yaşamaq, şad yaşamaq özü dinin ən gözəl üstünlüklərindəndir. Bir sözlə, əsl həyat necə olarsa, onun yaşayışında dadlıq və bugünə qədər də çalışırıq ki, onun daddığı şirin həyatı dadaraq yaşayaq. Hacıdan sonraki həyatımız həm sevincli və həm kədərlidir. Sevinclidir ona görə ki, düşünürük ki, bu yaşımızda Allah belə bir insanı lütf etdi bizə, hədiyyə elədi bizə və biz bu yaşımızda belə bir insanı yaxından dada bildik. Öz adımdan desəm, ondan dostluq bağlarını qura bildim və daha doğrusu o da böyük bir insan şəxsiyyət kimi bizi yaxınına buraxdı. Bu bizim üçün çox önəmli. Kədərli tərəfi də budur ki, hər anımızda, hər düşüncəmizin doğruluğunu yoxlamaq üçün mütləq onunla şəxsən mən müzakirə edirdim. Bütün məsuliyyəti o öz üzərinə götürmüşdü. Biz də onun kölgəsində rahat yaşayırdıq. İndi o kölgə olmadıqda insan kədərlənir, bəzən axtarır. Hətta hacıdan sonraki həyatda bir neçə dəfə olub, mən telefonu götürmüşəm əlimə ki, hacıya yazım, bu məsələni soruşum. Sonra hacının olmadığı dönəmdə yaşadığımın fərqində olmuşam və kədərlənmişəm ki, bu heyfslənməkdir artıq ki, heyf hacı yoxdur. Gərək günəş dağları aşıb sönməyəydi, gərək mənim dönmüş talihim dönməyəydi, gərək mənim
açılmadan qara torpağa gömməyəydi. Göydəki aya deyib dərdimi qoy yara yetirsin. Ürəyim dərdə düşüb yar mənə bir çarə yetirsin. Ürəyim dərdə düşüb yar mənə bir çarə yetirsin. Gərək aşıq həsrət gülləri dərməyəydi. Gərək bulud qara örpəyi sərməyəydi. Gərək bülbül qəmli nəğmələr oxumazdı. Gərək insan haqqına haqqa verməyəydi. Göydəki aya deyin dərdimi qoy yara yetirsin. Ürəyim dərdə düşüb yar mənə bir çarə yetirsin. Ürəyim dərdə düşüb yar mənə bir çarə yetirsin. O mehriban baxışlar, o mehriban gözlər, o tərtəmiz dünya boyda ürək, dünya boyda ürək artıq bizlə vidalaşdı. Öz vəzifəsini bu dünyada yerinə yetirdi. Sevdiklərinin bir ömür xidmət elədiyi ali şəxslərin yanına qonaq getdi. O böyük insan idi, o xüsusilə də zaman tanımada, xüsusilə də insan tanımada, xüsusilə də cəmiyyət tanımada, insanlarla rəftarında o böyük bir ustad idi, böyük bir müəllim idi. Ona görə bizim hamımızın ona ehtiyacımız vardı. Bu barədə ona ehtiyacımız var idi ki, insanlarla necə davranmağı biz gərək ondan dərs alaydıq. O kəslər ki, iman gətirib əməli salih olarlar, Allah onlar üçün, yəni iman gətirib əməli salihlər üçün insanların qəlbində məhəbbət qərar verər. Bu ayənin ən bariz misdaqı bu yaxın zamanda, yaxın keçmişdə Hacı Şahin qardaşımıza aiddir. Allah o məhəbbəti insanların qəlbinə. Çünki yəni, bu dediyimə əsas da var ha. Axı indi hacını tanıyan deyək ki, hacı ona ya yaxşılıq eləyib, ya sözlə dərdinə şərik olub, ya təsəlli olub, ya hacının hansısa sözündən bəhrələnib. Axı hacını tanımayan da belə onun itkisini ağlayır. Ondan uzaq olan da belə ağlayır. Yəni o da qəmgin oldu. O da həmən halda elə bil ki, bütün bir ümummilli, mən hətta ümummilli deməzdim. Çünki hacının necə fəaliyyəti ölkənin sərhədlərini keçmişdi, onun itkisi də ölkənin sərhədlərini keçdi. Onun qəmi də ölkə sərhədlərindən çox-çox uzaqlara keçdi. Bir dəfə bir şəhid məclisi var idi. Oradaydım mən də. Gəldi, necəsən, hal-əhval bildi məndən. Mənim yan arxa tərəfdə əlin qoydu çiynimə, başımın üstündə durdu, şəkil çəkdirdi. O məclisdədir. Getdi Hacı Şahini. Belə məclislərdə çox görmüşəm, çox qulaq asmışam ona. Elə bil onun vaxtı yox idi, tələsirdi. Hər məclisə girəndə bir iki kəlmə danışıb, sözün deyib, xalqa öz fikirlərini çatdırırdı, gedirdi. Çox oturmurdu. Çünki bilirdim ki, xalqın yanındadır, xalqın evindədir, şəhid məclislərindədir. Şəhidlərin məqamı ucadır. Hamı istəyər, hər kəs istəyər ki, şəhid olsun. Amma ola bilməz.
Onu Allah yəqin elə yaradıb onları. Onu belə deyə bilsək, əgər ki, Allah Taala onları yaradanda şəhidlik üçün yaradıbmış. Hacı Şahin də yəqin onu yaxşı bilirdi. Şəhidin ucalığını yaxşı bilirdi, yaxşı anlayırdı. Ona görə də ən çox gəzdiyi yer şəhid məclisləri olurdu. Hacı Şahin'in insanların içinde olması, insanların dünyasında, yaşamında yer etmesini biz Hacı Şahin'i toprağa verirken gördük. Milyonlar sokağa akmıştı, burada gördük. Bence en önemli faktör Hacı Şahin'in bu takdir toplaması, bu toplum içerisindeki bu kadar büyük bir sevgiye mazhar olmasının sadece bir sebebi var. Allah'a kul olmak. Allah'a kul olmak, Allah Hacı Şahin'in sevgisini Allah'a kul olma sebebiyle bütün müminlerin, hatta bütün insanların gönlüne bir tohum ekti. Hacı Şahin'in sevgisi bu toplumun gönlünde yeşerdi. Bu o gün de böyleydi, bugün de öyledir. Yani çok genç yaşta kaybettik Hacı Şahin'i, ruhu şad olsun. Ama şunu ifade etmem çok önemli ki, Hacı Şahin aslında toplum nezdinde yaşıyor. Yani ölen sadece cisimdir. Ama Hacı Şahin'in ortaya koyduğu değerler, İslami ölçüler, yaklaşımı, insanlar arasında oluşturduğu hukuk, insanlara bakış açısı, topluma bakış açısı, devlete, millete bakış açısı o kadar çok samimi, o kadar çok işlendir ki bugün hem Azerbaycan toplumu hem Türk dili konuşan İslam ülkelerindeki Türkler Hacı Şahin'in varlığını yaşatıyorlar. Bu çok değerli bir şey aslında. Ben elə bilirəm ki, ondan övlad təsəllisini alıram, qardaş təsəllisini alıram. Çox dəyərli idi mənim üçün. Günü-gündən də gördüm ki, darıxıram. Görməyəndə darıxıram. Ondan sonra mən məscidə əvvəllər yəni getməmişim. Ondan sonra hardan yolum olurdu olsun deyirdim ki, yox, cümədə mütləq yəni fırladım, gedirdim Məşəd Dadaşa. Cümədə gedirdim Məşəd Dadaşa. Ondan sonra bütün məclisləri izləyirdim ki, Haçan Həcinin orada məclisi olacaq, xütbəsi olacaq ki, mən Məşəd Dadaşa gedim. Yəni o enerjini Həcdən alım. Elə bilirəm ki, doğrudan o dəyərimi, o varlığımı tapmışam, yəni özümə, ondan da artıq, yəni valla mənə məsləhət gördüyü insanı elə bilirdim 100 qat artığını tapmışam. Çox savadlı insan idi, müasir tarixi çox gözəl bilirdi, tarixi prosesləri, özü tarixşünas idi. Çox gözəl bilirdi, çox geniş mütaliəsi vardı. Rus dilli mənbələrə də müraciət edirdi, rus dilini bilirdi, ərəb, fars dillərini bilirdi, bir neçə dil bilirdi, akademik savadı vardı, akademik düşüncəsi vardı, dərin elmi təhlilləri vardı. Həqiqətən təvazökar insan idi. Zərrə qədər onda özünü çəkmək yox idi. Hacı Şahin də hamının idi da, çünki Allaha bənzirdi. Vaqif Bayatlı necə deyir? Sevdim, Allaha bənzədim. Allah sevəndi, mən də sevdim. Allah kimi oldum. Allaha bənzədim. Öldüm, sevgimi bəzədim. Mən səni 1000 il gözlədim. Sevdim, keçdim təzəminə. Adamın fikrində o qədər, beynində o qədər fikirlər var, o qədər sözlər var ki, mən əminəm ki, verilişə sığmayan bir sözlərdir, fikirlərdir. Amma hər halda nədən mən danışa bilmirəm? Çünki mən bir müğənniyim. Hacı Şahinə qulaq asarkən mən düşünürdüm ki, kəşke mən müğənni olmazdım. İnanın, bunu ailəm də bilir, uşaqlar da bilir. Kəşke mən müğənni olmazdım. Amma növbəti çıxışlarda, növbəti xütbələrinə baxanda görürəm ki, onun üçün hansı işin, peşənin sahibi olursan, o fərqi yoxdur, insan ol. Belə bir insanı eşitməmək, belə bir insana böyük dəyər verməmək, belə bir insanı hörmətlə anlamaq, bu nə qədər xoşa gəlməz bir şeydir.
O nə ilk eşitdiyim gün, o acı xəbər, o bütün insanları sarsıdan, donduran o xəbər nə dünən, nə bugün, nə də gələcəkdə yadımızdan çıxmayacaq. Bu insanın insan kimi böyüklüyündən xəbər verir. Hacı Şahin dini bizim cəmiyyətə ən gözəl tərəfləri ilə çatdıran ruhanilərimizdən olub. Və Hacı Şahinin kontekstində biz dini sülhsevər xarakterdə görürük. Biz dini müasir elmlər və müasir həyat tərzi ilə uzlaşan bir kontekstdə görürük. Və dinin o gözəlliklərini çatdırmağı bacaran bir şəxsdir. Bunu hər kəs bacara bilmir. Bəzən olur ki, insan dini tamlığı ilə anlaya bilmir, ona görə çatdıra bilmir. Bəzən dini anlayır, ancaq hansısa bir dünyəvi bilikləri çatmadığından müasir dildə insanlara çatdıra bilmir. Hacı Şahində bu problem yox idi. Dini anlamışdı və dini insanların başa düşəcəyi dildə çatdırırdı, müasir dildə çatdırırdı. Müasir dövrə uyğunlaşdırmış bir formada. Yəni, müasir insanın dindən nəyə ehtiyacı var? Dinin hansı tərəflərinə ehtiyacı var? Hansı gözəlliklərinə ehtiyacı var? Hacı Şahin o məqamları görüb çatdıra bilirdi. Onun iç dünyası o qədər gözəliymiş ki, bu heç nəylə alınası bir qüvvə deyil. Bu sadəcə Allaha olan və onun bəndələrinə olan sevgi, ilahi sevgi idi. Və mən o axını gördüm. Onun ardınca insanlar necə qaçırdı ki, birdən çatmazlar onun dəfninə. Mən bunu ekranda görəndə dəhşətə gəldim. Bir insan nə qədər sevilərmiş. Mən düzünü deyim ki, mən Şəhriyarın ilk dəfə dəfninə baxanda bəlkə də inanmayacaqsınız. Özümə belə bir ölüm arzu etdim. Amma bilməzdim ki, Hacı Şahin də Şəhriyarı da ötdü. Xalq sevgisində. Mən belə bir deyərəm. Belə bir deyim deyərəm. Həqiqətən də. İndi baxın, günlərlə onun məzarı başında insanlar keşik çəkdi. Gecə səhərə qədər, səhərdən axşama qədər yorulmurdular. Adamlar var ki, doğma atasının, anasını qəbrə qoyan kimi elə qaçıb gedirlər ki, ardılarına da baxmırlar. Amma sənin kimindir, nəyindir? Sən nəyimizsən bizim? Kimimizsən bizim? Niyə bu qədər ağlatdın bizi? Niyə bu qədər yandırdın bizi? Niyə bu qədər alışdırdın bizi? Niyə bu qədər sevgimlə, yoxluğunla, varlığınla sınadın bizi? Nədir bunun adı? Mən deyim onun adı nədir? O, yer üzünə göydən gələn bir paydı. O yer adamı deyildi. Hacı Şahin yer adamı deyildi. Elə bir kosmos idi da insan. O, insan rayon yerlərinə, kənd yerlərinə gedəndə, mən uşaq vaxtı da elə olmuşam, indi də eləyəm. Məsələn, uşaqlara deyirəm ki, başınızı qaldırın, göyə baxın, görün, göy necə təmizdir, ulduzlar necə görünür, hamısı bir-bir. Bax, Hacı Şahin mənim üçün elə idi. Allah ona qəni-qəni rəhmət eləsin. Həqiqətən də ruh insanı idarə eləyəndə, yəni nəfsini öldürən, ruhunu təmizləyən, hər bir şeyi ilahi eşqə təslim eləyən adam mənə elə gəlir elə belə də olmalıdır. Hacı Şahin bilirsiniz nədir? Hər bir insanın içində ümid işığı yandırmışdı. Çoxları qüsurları və yaxud da ki, günahları elə təqdim edirlər ki, insan bütün ümidini itirir ki, bağışlanmaq olmayacaq mənim üçün. Və yaxud da ki, bunun sonu mənim üçün dəhşətli dərəcədə belə olacaq. Amma Hacı Şahin
həmişə ümid işığı qoyurdu. O işığı daim saxlayırdı ki, gedin günahlarınızla gedin Allahın dərgahına və deyin ki, sənin yaratdığın qüsurlu bəndəyəm, sənin qapına gəlmişəm. Biz həyatımızda belə bir insan görməmişdik. Belə bizi sevən, bizim səhvlərimizi öz varlığı ilə örtən, bizim kiçiliyimizi öz böyüklüyü ilə gizlədən, belə bir insan həyatımızda görməmişdik ki, biz onun üçün darıxmayaq. Dostlarımız olub, bizə yaxınlar olub, dünyadan köçüblər, amma belə bir iz bizim ruhumuzda buraxan olmamışdı. Ona olan sevgimizi, özümün şəxsən məhəbbətimi düşünürəm ki, tam göstərə bilmədim. Yəni, bilirdi mən onu nə qədər sevirəm, nə qədər istəyirəm və müəyyən situasiyalarda göstərmişdim. Amma şəxsi o elə bir adam idi ki, onu sevirdim, bağrıma basmaq istəyirdim. Amma nədənsə bacarmırdım. Səmimi məhəbbətimi düşünürəm ki, tam olaraq göstərməyə utanmışam həmişə. Biz ondan həmişə utanırdıq. O həmişə səmimi münasibət yaradırdı, amma nədənsə düşünürəm ki, elə ata-evlad münasibəti idi deyə biz ondan həmişə utanırdıq. Düşünürdüm ki, daha çox onu bağrıma basa bilərdim, kaş gülə bilərdim ondan, daha çox gülərdim ondan. Bu kimi hallar adamı narahat edir. İndinin özündə də bəzən kədərli vaxtlarımda hər hansı bir qəmli mövzu ilə bağlı qəmlənəndə həmişə onunla bölüşürdüm və sevinəndə, güləndə birinci ilk düşüncəmdə formalaşan şəxs o olurdu ki, Hacıya da yazın bunu. Bir yerdə gülək, bir yerdə sevinək. İndi onlar yoxdur, misal. Hacı bizim dinimizə təmənnasız xidmət eləyirdi. O qədər sevərək, o qədər inanaraq xidmət eləyirdi Allahın dininə və Allah da gətirdi öz əziz bəndələrinin qəlbində ona xüsusi bir yer verdi. Yəni, onun vəfatı sanki bütün insanların doğmalarının vəfatı kimi səs saldı aləmə. İlahi insanlar necə ağlayır, necə insanlar göz yaşı tökür. İnsanlar bu qədər onun ölümündən təsirləndi. Hacının vəfatından sonra heç kimin ölümünə təəccüblənmərəm. Gözümün qabağında bütün gün oturdu elədiyim adam can versə mən daha təəccüblənmərəm. Ən böyük təəccübü, ən böyük şoku hacının vəfatı mənə, bizə yaşatdı. Həzrət Əleyhisselamın möhkəm dostlarından olan Malikəliklər dünyasını dəyişəndə çoxları o vaxtı tarixdə var. Dedilər ki, Malik öldüsə deməli ölüm həqiqətdir. Yəni, bu yeni bir şey deyil. Yəni, bu hissdir, amma hiss yeni bir şey deyil. Doğrudan da tarixdə böyük iz qoyan insanlar, insanların o sevgisini, məhəbbətini qazanan insanlar, insanların qəlblərində özlərinə sevgi taxtı quran insanlar, onlar dünyasını dəyişəndə doğrudan da insan üçün ölüm adiləşir, ölüm asanlaşır. Bu günləri mənim sevgim, mənim qəlbimin bağı, əgər Hacı Şahindirsə, o dünyasını dəyişirsə, artıq mən bu dünyaya yox, mənim qəlbim ora bağlanır ki, yenə də ona yetişəm, yenə də ona çatım. Hacı insan ruhunu təsir edə bilən adamdır. Çünki insan ruhuna təsir edə bilən ağladır. Belə əslində belə insanlar cəmiyyətdə nüfuz sahibləri olur, insanların qəlbləri onlara bağlanır. Məsələn, bəlkə də cəmaət bilmir, məsələn, biz niyə buna qulaq asırıq? Bilmədən qulaq asırlar, amma hiss edirlər ki, faydası var ki, qulaq asırlar da. Amma onun izahı budur. Hacı mənim xatirimdə budur. O, yenə deyirəm, bu yaxın keçmişimizdə, bizim əsrimizdə, bizim zamanımızda, yəni bizim yaşadığımız bu ömürdə tanıdığım ən böyük insandır ki, insan ruhuna təsir edə bilən insan idi. Və elə ona görə onun sözündən insanlar hidayət səbəb olurdu ki, hidayət olsunlar. Hacı Şahin yaşasaydı, belki yaşadığı ülkeye, belki İslam dünyasına daha farklı vizyonlar oluşturabilirdi. İslam dünyasında toplumların birbiriyle kaynaşması, toplumların birbirine olan saygısı, sevgisi, hürmeti belki çok daha fazla farklı olabilirdi. Çünkü gerçek anlamda sözünün tesiri olan bir alimdi. Bunu çok önemli buluyorum ben. Hacı Şahin'in sözleri tohum gibiydi. Attı mı yeşertiyordu. Kışı baharlaştırıyor, bahara çeviriyordu, yaza çeviriyordu. Bu çok değerli bir şey. Hacı Şahin'i itirməklə biz cəmiyyət olaraq mən deyə bilərəm çox şey itirdik. Hacı Şahin, hamı istəyər Hacı Şahin. Olmaq istəyər, hamı ola bilməz. Elə bildim ki, dünyam uçdu. Bəlkə də əvvəl mən səni itirəndə bir o qədər də
Tərk eləmirdim. Yəni onların, o şəhidlərin şəhid olmağın, şəhidlik nə olduğunu, yəni İslam nə olduğunu bu kişi bizə anladırdı. Yəni bir-birini sevməyi, bir-birinə hörmət eləməyi, bir-birinin yolunu gətirməyi, bu tək bizim ailə üçün, bütün Azərbaycan üçün, Türk dünyası üçün bir insanlıq simvoluydu. Yəni onu itirmək bəşəriyyətə ağırdı. Yəni bizim üçün çox ağırdı. Mənim üçün şəxsən elə bir ki, həmən günü parçalanmışdım, bilmirdim. Mən donmuşdum. Mən bir qardaşım şəhid olanda donmuşam elə. Nə ağlaya bilmişəm, nə danışa bilmişəm. Bir də həcinin məzarının başında Məşəd Dadaşın içərisində getdim, girdim. Elə əlimi tabutdan tutmuşam, yəni donmuşam. 2 ay təxminən özümdə olmadım. Çox sarsıldıq biz hamımız. Çox böyük itki idi. Çox böyük itki oldu. Hacı Şahin məncə evdən yox, eldən getdi. Belə bir məsələ var. Onun ən bariz nümunələrindən idi. Eldən getdi. Azərbaycan üçün çox vacib insan idi. Müasir Azərbaycan insanının Hacı Şahin kimi bir mənəviyyat müəlliminə çox böyük ehtiyacı var idi. İndi daha çox var. Hərçənd ki, indi də onun dərsləri davam eləyir, çıxışları davam edir. İnsanlar davamlı olaraq dinləyirlər, amma könül istərdi ki, uzun yaşasın. O hadisə olan günü Şahin sevərlər dedi ki, biz itirdik. Mən o millətin içində olan bir insanım. Biz itirdik. Başa düşürsünüz, adam deyir ki, ev yox, yaşlı olardı, heç məsəl üçün çıxışlara getməzdi, muazələr deməzdi, amma sağ olardı, oturardı. Deyirlərə el sözü var ki, elə quru nəfəsi gərəkdi, o bəs idi. İnsan öz əzizini, öz doğmasını təbii ki, itirəndə ilk olaraq o hisslər gəlir, o narahatçılıq. Ancaq Hacı Şahində fikirləşirəm ki, o hisslərdən öncə bir rasional bir yanaşma gəlir. Yəni, bir var ki, bir insan əzizdir, dəyərlidir, dünyasını dəyişir. Ancaq bir insan cəmiyyət üçün faydalıdır, dünyasını dəyişir. Elə insanlarda ilk olaraq o düşünürsən ki, onlardan sonra bir boşluq yaranacaq. Yəni, səni narahat eləyən məsələlərdən biri bu olur ki, bu insan nə qədər faydası vardı cəmiyyətə və onlardan sonra cəmiyyətdə böyük bir dənə bir boşluq. Bəlkə də narahat edən ən böyük səbəblərdən biri də bu olur. Mən ağlamışam o rəhmətə gedəndə. Bilirsiniz necə ağlayırdım? Elə bir sanki doğma qardaşım ölmüşdü. Elə bir öz atam ölmüşdü. Deyirdim ki, bu nədir ilahi? Mən bu insanın niyə acısını belə çəkirəm? Və uzun müddət çəkdim o ağrını. İndi də onun balaları qarşıma çıxanda çox üzülürəm. Hər dəfə baxıram, ekrandan onlar danışanda onları izləyirəm və hər dəfə də ürəyimdə danışıram uşaqları ilə, dua edirəm onlar üçün. Yəqin ki, ataları göydən onlar üçün, yenə də bizlər üçün dua edir. Çünki inanmaram ki, Hacı geçsin bu dünyadan və dualarsız qoysun bizi. Mən buna inanmıram. İnsan yanında olanın qədrini onu itirəndən sonra başa düşür. Allah Taala elə bil ki, bizim üçün bir işığı göstərdi və dedi, belə olmaq mümkündür. O şam idi. O məşəl idi. Bundan sonrası artıq hər kəsin öz ürəyində olan Hacı Şahin olsun. Onun getməyindən sonra biz bildik ki, Hacı Şahin kimdir. Yəni, günəş olanda biz onu başa düşmürük, günəşin varlığını biz başa düşmürük. Günəş yox olanda, qaranlıq düşəndə biz günəşin varlığının, mahiyyətinin nə olduğunu başa düşə bilərik. Seyyid Əzim Şirvaninin belə bir misrası var.
Çox gözəl misradır. Mövt cismani ilə sanma mənim ölməyimi, Səyyida ölmərəm aləmdə səsim var mənim. Hacı elə bir adamdır ki, onun düşüncə tərzi, artıq insanların bir çox onun düşüncə yoluna düşüblər. Nə qədər ki, bu yoldadırlar, bu xəttədirlər, ona olan sevgidən əl çəkməyəcəklər. Bu artıq inanc məsələsi də deyil, bu artıq şəxsiyyət məsələsidir. Hacı kimi insanların bu dünyada yoxluğu böyük bir dənə boşluq yaradır ki, o boşluq heç vaxt aradan getmir. Ona görə o his insanı darıxdırır. İnsan özündən üstün olan bir kamala əl çatmaq istəyir. O çata bilməyəndə insanda darıxmaq yaranır. Hacı kimi bir şəxsiyyət üçün doğrudan da elə bilirəm ki, onu təkcə mən yox, onu tanıyan hər kəs o məqam üçün darıxır. Təsəllini necə tapmaq olar elə bir oğuldan sonra? Bu sual çox çətin sualdır. Bu sual çox çətin sualdır. O suala mən cavab verə bilmərəm. Onu təsəllisini qoy Allah versin. Allahdan istəyirəm təsəllini. Çox ağır sualdır mənim balam. Bəlkə də mənə elə gəlir ki, Hacı Şahin sağ qalsaydı, bəlkə də şəhid ailələri çox sonuna nəysə öyrənə bilərdi. Təsəlli ondan ala bilərdilər. Hacı mənə bu sözü dedi, Hacı mənə belə dedi. Şəhidlik fəqamın açıqlayardı Hacı. Bəlkə də xalqa açıqlayardı. Əfsuslar olsun. Hacı getdi. Ben öyle zannediyorum ki Hüseyin'i mektepten aldığı dersi objektif bir şekilde ortaya koydu. Kerbela'yı doğru takip etti. Hazreti Hüseyin'i, Hazreti Zeynep'i doğru takip etti. Ve onların vizyonunu, misyonunu topluma doğru bir şekilde ulaştırdı. Hacı Şahin'i Hacı Şahin yapan unsur bence buydu. Azərbaycan başı uca bir xalqdır. Azərbaycan başı uca bir məmləkətdir. Azərbaycanda elə bir vətəndaş yoxdur ki, xoşbəxt olmasın. Nəyə görə? Çünki bu ölkənin, bu vətəndaşların Hacı Şahinləri var. O Hacı Şahinləri ki, insanlara tərbiyə nümunəsidir, örnəyidir və yüzlərlə gənci öz ardınca düzgün yolla, əxlaqi yolla, namusu, şərəfli yolla aparan insanlardır. Mən düşünürəm ki, Hacı Şahinin qonşusu Məhəmməd Peyğəmbərdir. Mən əminəm buna ki, onun yaxın qonşuları Həzrəti Əlidir, əleyhissalam. Onun evlatları İmam Hüseyin, İmam Həsənlərdir. Mən buna inanıram. Nə xoşbəxt bir insan bəndəymiş. Bax, görün, qoy duaları onun balaları üçün həmişə var olsun. Onun balaları bizə əmanətdir. Həcdə doğrudan yəni ilahi öz sevgisini vermişdi o insana. O da bizimlə paylaşmışdı. Bu dəqiqə danışıram, fikrim gedir oraya ki, o səsinin, onun səsin hansısa bir səsə bənzətmək olmaz. Ki, elə biləm, Həcə qulaq asır, şəhidlərimiz haqqında danışır. Ki, şəhid valideynlər, siz sevinin və ayağı üstə durun. Yəni, bu müvəqqəti dünyadır. Biz burada gəlmişik qonağa. Biz gedəndə orada biz bir qarşılayanımız var, orada bizim bir nümayəndəmiz var. Həcinin o sözlərindən bəhrələnmək, yəni o təskinlik tapmaq, o bizim təskinlik simvolumuzdur. Qardaşlıq simvolu, atalıq, övladlıq simvoludur. Yəni, o həyatın bütün o sevgisi olan simvolların hamısının özündə cəmləmişdi. Öz şəxsi həyatı yox idi. Xüsusilə şəhidlərdən sonra, Vətən müharibəsindən sonra onun günü, ruzgarı elə şəhid ailələrindən yanında idi. Çox yüklənmişdi, Çünki şəhid ailələrinin o ağrı acısının yanında olmaq, onu duymaq
məncə hacını çox yükləmişdi. Mən onun ölümündən sonra onun bütün videolarına bir-bir baxmağa başladım. Onu tanımağa başladım. Və maraqlıdır, ölümündən sonra səni tanımağa başlayırlar. Və bir-bir onun mən videolarının hamısını izləməyə başladım. Və ondan sonra başa düşdüm ki, Azərbaycan xalqı niyə onun ölümü üçün bu qədər ağrı yaşadı, o qədər acı yaşadı. Yenə deyirəm, elə bil hər bir kəsin evindən bir Hacı Şahin getmişdi. Görün onun nə qədər evi var imiş, görün onun nə qədər ailəsi var imiş, nə qədər ailəni yetim qoydu, getdi. Çox dəhşətli bir şeydir. Sən necə bir insan olmalısan ki, yer üzündə? Sən getdiyində bu dünyadan hər bir kəs öz evinin doğmasının itirdiyini anladı. Və sən hər bir evi bir oğulsuz, bir qardaşsız qoydun, getdin. Onun da adı Hacı Şahin idi. Düşünürəm ki, Hacı Şahin də milləti üçün bu cür yanan insan sinəsinə bütün şəhidlərin dərdini çəkərək, o da çox güman ki, ruhən artıq çoxdan şəhid olmuşdu. Və o idi onu xalqın çiyini üzərində aparan. Onun tabutu altına girmək üçün insanlar özlərini fəda edirdilər sanki. Sən nə qədər qüdrətli bir ölüm imişsən. Nə qədər sənin gedişində bir hökm varmış, bir qüdrət varmış, bir böyüklük varmış. Səni tanımayanlar sənin üçün ağlayır. Biri var evin ağlayır, biri var elin ağlayır. Bax, Hacı Şahin elini ardınca ağladan oğluydu. Mənim aləmimdə Hacı Şahin ən yüksək bir tarixdir. Azərbaycanda qalacaq tarixdir. Hacı Şahinin sözlərini unutmasınlar. Onun kitablarını unutmasınlar. Hacı Şahin bir əxlaq məktəbi idi. Unutmasınlar. Unutmayın məni. Xahiş edirəm sizdən ki, dualarınızda yaddan çıxartmayın. Yəqin ki, çox danışardım ondan, çox danışardım. Deyərdim, səni çox sevirəm. Bunu deyərdim. Hacım, sen nasıl başardın bunu? Birinci hacının alnından öpərdim. Ona bir-iki dənə sual verərdim. Bəlkə suallarıma o cavab verərdi. Ən böyük hissləri sükut ötürür. Utandığımdan sizin yanınızda ancaq başım aşağıdır. Ümid edirəm ki, görüşəcəyik. Hacı, sənin yerin boşdu, dolmayıb və biz sənin üçün çox darıxmışıq. Gəl, heç nə deməyəcəm. Fəqət səni qucaqlayım, buna icazə ver, mənim bəsimdir. Kaş yenidən dünyaya gəlsəydin, heç olmasa mən bir dəqiqəlik də olsa səninlə danışa bilsəydim və səni səndən sonra necə sevdiyimi bilsəydim. Kamilləşdikcə insan daha çox hərarət olur, daha çox sevir insanları, başqalarını, yaxınlarını. Belə deyə də bir eşqin mənbəyinə çevrilir, nur paylayır, eşq paylayır insanlara. Vəhdətin şəhrində seyran eylərəm. Mən səni cismimdə heyran eylərəm. Sirrimi aləmdə pünhan eylərəm. Adəmi həm haqq, həm insan eylərəm. O fenomen idi. Özündən sonra böyük bir irsə sahib olan fenomen. Mürəkkəb məsələləri ən sadə dildə çatdırmağı, insanların beyninə və qəlbinə kökləməyi bacaran böyük şəxsiyyət. Sevgisi hər kəsə kifayət edən nəhəng qəlb sahibi. Mehriban, qayğıkeş, mərhəmətli, səmimi insan. Səbir və təmkin abidəsi.
çətinliklərdən çıxış yollarını öyrədən müəllim, yolumuza işıq salan adam. Ruhun şad olsun. İşıq saldığın bu yolu getməkdə biz sənə borcluyuq. Bu yolu gedərək səninlə görüşəcəyimizə də inanırıq. İnanırıq ki, biz görüşəcəyik. Ey özündən bir xəbər qafil oya, Haqq'a gəl kim haqq deyil batil oya, olma fani aləmə mail oya, mərifətdən nəsnə qıl hasil oya. Üzün heyranıdır, müşkilə əmbər saçın pərxanıdır, sünnəsimi aləmin sultanıdır, dövranın dövran onun dövranıdır. Sana gel yar sen var ey gönül yar isteme, yar dildar olsana sen yar dildar isteme, bir vefadır çünü bu alem kimden istersen vefa. Vefalemde sen yar vefadar isteme, gül bulunmaz bu dikenli dünyanın bağında çür, hepsem ol bihude gülsüz yerde güzar isteme. Vefadır çünü bu alem kimden istersen vefa. Bir vefa alemde sen yar vefadar isteme, bir vefa alemde sen yar vefadar isteme, vefalemde sen yar vefadar isteme.